Gəlin indi 90 nömrəli suala baxaq. Bu da situasiya tipli sualdır. Çox sadədir əslində. Sadəcə olaraq diqqətli olmaq lazımdır. Burada müxtəlif simvolların sayını istəyir bizdən. Yəni eyni siyahıda, eyni sətirdə daha doğrusu çox simvol ola bilər. Lakin bizə eyni simvollar da çox ola bilər. Onlardan müxtəliflərini seçib götürməliyik. Məsəl üçün, banan sözündə B, A, bir də N. 3 dənə hərf müxtəlifdir. Yerdə qalan 2 dənə A-nı onların təkrarından yaranıb. Termometr sözündə 5 dənə hərf müxtəlifdir. Yerdə qalan 4 dənə hərf isə həmən bayaqki yaradılmış hərflərdən istifadə olunan hərflərdir. Gəlin belə bir proqram yazaq bunun üçün. Əvvəlcə deyək ki, bir dənə N sətiri daxil eləyək. N sətirini inputla daxil eləyək. Inputla gəlin bunun içinə hətta yazaq ki, sətir belə yazaq. Azərbaycan əlifbasından istifadə etmək olmur burada. Deməli, sətiri daxil et və nə deyərik sonrasında? Sətiri daxil edib, bir dənə də boş siyahı yaradaram. Boş bir siyahıya daxil edəcəm nəyi? Orada istifadə olunmayanları, təkrarlanmayanları, daha doğrusu müxtəlifləri A siyahısına yığacağıq deyə bunu daxil edirik. Və for in range lazımdır bizə burada. For in range-də yazarıq ki, deməli, sıfırdan lin hara qədər? Deyək ki, enin enə qədər də, yəni enin uzunluğuna qədər götür və hər dəfə götürdüyün hərfi əvvəlcə yoxla. Əgər A siyahısında count eləsək, saysaq, nəyi saysaq? Enin inci indekslərini saysaq. Bərabər olarsa sıfıra. Bizə nə lazımdır? Əsas o da A-da olmasın ki, biz ora daxil eləyək. Əgər bərabərdirsə sıfıra, onda neyniyək? A siyahısına append eləyək. Nəyi append eləyək? Həmən enin inci indeksini. İndeksin özünü. İndeksin yox, daha doğrusu ədədin, hərfin özünü, sətrin özünü, simvolun özünü, ən doğrusunu desək, daxil eləyək. Belə, bu qaydada bu nə iş görəcək? Gəlib, məsəl üçün, bura hansı bir, burada, məsəl üçün, nə yazıblar? Yazıblar termometr. Yəni, termometr sözünü yazım. Termometr sözünü yazdıq. Gələcək T-ni götürəcək, yoxlayacaq. A-nın içində T varmı? Görəcək, yoxdur, sıfıra bərabərdir. Sayı sıfıra bərabərdir. T deyilən bir siyahı yoxdur. Bizə də nə lazımdır? Elə sıfıra bərabər olsun ki, biz bura daxil eləyək. Ona görə düşəcək, append həmən T-ni əlavə eləyəcək bura. Sonra E-ni yoxlayacaq. E-dən 0 dənədir. E-ni əlavə eləyəcək, R-i əlavə eləyəcək, M-i əlavə eləyəcək, O-nu da əlavə eləyəcək. Gəlib bu M-ə çatanda deyəcək ki, M-i say A siyahısından. Gedib sayacaq, 1 verəcək. Çünki bir dənə M var artıq. Bir də sıfıra bərabər olmadığı üçün append eləyə bilməyəcək və beləliklə proqramımız düz işləyəcək bu hissəsində. Və burada nə deyəcəyik? Deyəcəyik print elə. Nəyi print elə? Yox. Elə belə yazaq. Lin A-nı print elə. Yəni, bizə nə lazımdır? Bizə say lazımdır da. Say A-nın içində nə qədərdir belə elementlərdən? Lin A-nı print elə. Baxaq belə proqramımız düz işləyirmi? Termometr sözünü yazanda baxıram ki, həqiqətən 5 çıxardır. Eynən orada dediyi kimi. Sadəcə olaraq orada birləşməsin deyə burada boşluq qoyun ki, sətiri yazanda birləşməsin bu sözü. Və yaxud da ki, yazaq böyük dinozavr sözünü. Böyük dinozavr 13. Burada A yazmışam və ona görə 13 çıxdı. Dinozavr yazmalıydım. Böyük dinozavr. Daha sonra belə bir şey yazaq. Banan sözünü yazaq, yoxlayaq. Banan, baxın, 3 çıxartdı. Oldu. Böyük dinozavr. Mən o sözünü böyük sözündə Ö yox, O yazmışam.
Onu bir dəfə görüb, ona görə birini sayıb deyə onu çıxardıb. Bura öylə yazsaydım Azərbaycan əlifbası ilə. Onda daha düzgün çıxardardı. Bircə dəqiqə mən dilimi dəyişim. Elə orada ö yazaq ki, daha dəqiq nəticə alaq. Böyük dinozavr. Baxın, bu formada bizə 14 çıxardır. Tam dediyi kimi işləyir. Bunu da belə yazanlara afərin olsun.